Ben de hər birinizi salamlayıram. Xoş gördük sizi. Bizim qeyd olunduğu kimi rəsmi görüşlərimiz var. Amma biz qərara gəldik ki, həm də gənclərlə görüşək. Çünki gənclər bizim gələcəyimizdir. Mən təşəkkür edirəm həm də bu görüşün təşkilinə görə. Çünki biz həmişə deyirik ki, bizim gələcəyimiz gənclərdən asılıdır. Yəni sizin üzərinizdə böyük bir missiya var, sizin üzərinizdə böyük bir məsuliyyət var. Biz adətən deyirik ki, tarix təkrarlanır. Tarix o zaman təkrarlanır ki, xalqlar ondan nəticə çıxartır. Və eyni zamanda tarix olunanları da hər zaman cəzalandırır. Və o anlamda zaman-zaman biz Türk dünyası olaraq Azərbaycan və digər bilərik ki, Türklər arasında ən çox ahiskalılar, müxtəlif işgəncələrə, köçlərə, baskılara məruz qalıblar. Müxtəlif yerlərdən müxtəlif yerlərə köçürülüblər. Və bir ağır dönəmdən və mərhələdən biz keçmişik. Amma bugün bu proses gedir. Biz çalışırıq ki, Türk dünyasını